Qadın orqanizmində 3 müxtəlif yumurta əkizinin yaranmasında bilavasitə iştirak edən erkək qametlərin sayı X, ciftlərin sayı Y, göbək ciyələrinin sayı Z ilə işarə olunubdur. Bizdən X, Y, Z-in cəmini hesablayın istəyir. Biz birinci belə bir iş görək. Müxtəlif yumurta əkizləri olduğu üçün müxtəlif yumurtalar qeyd edək. Bir yumurta bilirik ki, bir spermatozoidlə mayalanır. Digər bir yumurta digər spermatozoidlə mayalanır və 3 müxtəlif olduğu üçün biz bunun üçünü də qeyd edirik. Və bilirik ki, bunlar birləşəndə bir zigot yaranırdı və zigotdan da inkişaf eləyirdi ruşeym. Ruşeym də yeni orqanizm, yəni cift bir əkizdə bir ədəd yaranır. Nəysə ki, burada zigot yarandı. Z yazıram qısaca. Zigot. Və bu zigotdan da yaranacaqdır ciftimiz. Baxın, bir dənə cift göstərək burada. Bax, cift kimi qeyd edək bunu. Və hər birində ayrı-ayrı olur. Çünki müxtəlif yumurta əkizi dediyi üçün biz ayrı-ayrı cift yarandığını bilirik. Və göbək ciyələri onsuz da hər ikisində eyni yumurta əkizində və müxtəlif yumurta əkizində onsuz da ayrı olur. Bu da göbək ciyəsi olsun çəkdiyimiz. Bu da bizim çöp adamımız olsun. Yəni dölün inkişafı və göbək ciyəsi təsvir edək. Tamam. Baxaq, deməli burada bizdən nəyi soruşur və nəyi istəyir. Cift göbək ciyəsi qısaca C göbək ciyəsi yazıram, onu qeyd edirəm. Hər birində olacaqdır göbək ciyəsi, hər birində olacaq göbək ciyəsi. Deməli bizdən soruşurdu X-in sayını soruşurdu, Y-in sayını soruşurdu. Bax görək nə idi? Erkək qametlərin sayı X-dir. Erkək qametlər bilirik ki, 3 dənədir spermatozoid. Biri budur, biri budur, biri də burada göstərilibdir. Demək X bərabərdir 3-ə Y. Baxaq nəyi istəyirdi? Y ciftlərin sayı. Cift 3 dənədir. Çünki 3 müxtəlif yumurta əkizində o da 3 dənə olacaqdır. Bir də Z soruşurdu. Z nəyin sayını göstərdi? Göbək ciyələrinin sayı. Göbək ciyələrdə hər bir demək olar ki, dölün inkişafında, hər bir uşağın inkişafında orada bir göbək ciyəsi olur. Bu da 3 ədəd olacaq. Bunların cəmini soruşduğu üçün biz bunları cəmləsək 9 ədəd alarıq. Cavab 9.